Xəstəmiz Ofeliya xanım 90 yaşında 2 gün öncə ev şəraitində sol yanı üstə yıxılmışdır. Xəstə dünən yaxınları tərəfindən klinikamıza gətirilmişdir. İlk yardım edilmiş, kliniki müayinələr aparılmışdır. Xəstədə bud sümüyünün, sol bud sümüyü boynunun subkapital sınığı aşağı edilmişdir. Və xəstə bugün sol bud çanaq oynağının artroplastikası əməliyyatına hazırlanır. Demək olar ki, hazırlıq işlərimiz tamamlanmaq üzrədir. Bugün əməliyyatımız olacaq. Düşünürəm ki, hər şey uğurlu olacaq. Xəstədə sol bud çanaq oynağının artroplastikası əməliyyatı həyata keçirildi. Əməliyyatdan sonraki dövrümüz normal keçib. Xəstəmiz ümumi durumu qənaətbəxşdir, kafidir. İnşallah xəstəmizi sabah evə yazırıq. Ofeliya Salahova mənim qaynanamdır. Bir neçə gün bundan əvvəl həyətə çıxarkən yıxıldı. Biz dərhal hospitala gətirdik. Hüseyin doktor qəbul etdi, müayinələr apardı. Aşkar olundu ki, bud sümüyünün baş hissəsində sınıq var. Əməliyyat təyin elədi doktor. 3 gündür Ofeliya xanım əməliyyatdan çıxıb. Bugün artıq qaldırdılar, gəzdirdilər. Əməliyyat uğurla keçibdi. Biz təşəkkür eləmək istəyirik Dövlət Gömrük Komitəsinin, Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayeva və Ofeliya xanımın həkimi Müseyib doktora, həmçinin tibbi personala çox təşəkkür edirik.